Aparıcı Elgiz Əkbər Elgizlə izlə verilişində adını açıqlamadığı müğənni ilə yaşadığı qalmaqaldan danışıb. Aparıcı bildirib ki, həmin müğənnini məclislərin birində etdiyi hərəkətə görə təhqir edib. Məni Fransada bir tədbirə dəvət etmişdilər. Bir müğənnini də dəvət etmələrini onlara təklif etdim. Bu söhbətdən bir müddət keçəndən sonra tanıdığım çox ziyalı, imkanlı ailə məni evlərinə qonaq çağırdı. Dedilər ki, bir müğənni var, hansı ki səfərə mənimlə gedəcək. Ona klip çəkmək istəyirik. Klip 67.000 civarında olacaq. Bu ailə həmin pulu verib klipi çəkdirdi. Elə oldu ki, həmin müğənni ilə eyni məclisə düşdüm. Məndən həmin ailə ilə yaxın olub olmadığımı soruşdu. Dedim, belə də 20 nəfərin arasında həmin ailənin evində qulaq şahidi olduğu məsələni dilə gətirdi. Gör necə səviyyəsiz, mundar adamdır ki, ona 70.000 manat sərf eləyən bir ailənin təsadüfən evində eşitdiyi şeyi cəmaata danışır. Özümdən asılı olmadı, ayağa durdum, dedim ki, sən necə murdar məxluqsan, utanmırsan? Onu sildim, tədbir iştirakçılarına da zəng vurdum ki, o gəlirsə mən gəlmirəm. Belə adamlara çörək vermək, qapıya buraxmaq olmaz.